Həftəlik bürcülər, dolça əkizlər, tərəzi bürcülərini, hava ünsürlərini 25 maydan 1 iyuna doğru nələr gözləyir? Baxaq. Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə elə bir həftə olacaq ki, çox ağıllı və çox güclü qərarlar vermə həftənizdir. Yəni bu həftə tam tarazlıq qura biləcəyiniz, beyninizdə belə deyim də hər şey ədalətli aparmağa çalışacaqsınız. Ətrafı daha çox düşünməyə çalışacaqsınız ki, mən necə addım atım ki, nə mənim adıma, nə də ətrafa doğru hər hansı bir ziyan və yarımçıqlıq gəlməsin deyə. Ailəvizlə əlaqədar bəzi danışıqlarda parçalanmalar olacaq. Ailəvizlə bağlı bəzi danışıqlarda qərar verməsiniz və ola bilər eyni yerdə yaşadığınız insanlardan, ailə üzvlərimizdən, yaxınlarımızdan bir müddət uzaqlaşma qərarı ala bilərsiniz. Çünki gedişatda parçalanma, özünüzü gücləndirmə qərar böyük olaraq, qüdrətli olaraq, müdrik olaraq özünüzə doğru çəkməyə çalışacaqsınız. Maddisal dəngənizi toparlayacaqsınız. Bu həftə çox böyük istəklərimiz var. Çox böyük addım və hərəkətlər etmək istəyirəm və dəyişiklikləri özümə doğru aktivləşdirmək bir formasında yeniləyəcəksiniz özünüzü. Parça-parça enerjiləriniz tam mənim istədiyim kimi, belə deyim də, ağıllı formada gəlməməsinə baxmayaraq, bu həftə ağlınız yetərincədir. Sadəcə olaraq həftənin sonlarına doğru verdiyiniz parçalama qərarlarını biraz da daha ciddi düşünməyinizi məsləhət görürəm. Çünki sizin istədiyiniz o ruhsal sakitçiliyi tam əldə edə bilməyəcəksiniz və deyingənliyiniz öz üzərinizdə ciddi bir şəkildə qalacaq. Ümumi dəyərləndirsək, psixolojik olaraq belə deyim də, yavaş-yavaş düzəlməyə başlayırsınız. Ailə ilə əlaqədar kontaktları daha çox gücləndirin. Dolçalar 73% həftənizi uğurlu edə bilərsiniz. Həftənin digər uğurlarından biri də, yəni bu həftənin birinci uğurlarının biri əkizlər sizlər olacaq. Çünki şans sizin yanınızdadır. İstədiyiniz insanlarla əlaqədar bu həftə kontaktı qurmağa bacaracaqsınız, görüşməyə bacaracaqsınız. Özünüzü onlarla bərabər çoxdan da görmədiyiniz insanlara yenidən belə deyim də aktivləşmə edə bilərsiniz. Sadəcə olaraq bu həftə gözləmədiyiniz həftənin ikinci, üçüncü günlərinə doğru bəzi xəbərlər ala bilərsiniz ki, o sizi sarsa bilər. Bu insanların sağlamlığından və yaxud da bu insanlara gələn hansısa bir narahatçılıqla əlaqədar ola bilər ki, bir balaca gücsüzləşəcəksiniz. Tək əkizlər varsa sevgi şəxsiyyətinə əlaqədar yeni tanışlıq həftəsidir, yeni başlanğıc həftəsidir. Sosiallığınızı bu həftə artırın, bacardığınız qədər bu həftə çox kontakt qurmağa çalışın, əhatənizi böyütməyə çalışın. Çünki enerjiniz insanlardan, sosial enerjiniz insanlardan, həm də maddisal dövrəni gücləndirə bilərsiniz. Yarımçıqlıqlarınız bu həftə çox olacaq. Onu orada yarımçıq qoyacaqsınız əkizlər, bunu burada yarımçıq və o qədər də məsuliyyətli formada özünüzü aparmayacaqsınız. Tipik əkizlər olaraq dövriyyənizi kaşa vəziyyətində davam etdirəcəksiniz. Evrənin şansı sizdən olduğu üçün pul olaraq, maddiyyat olaraq əkizlər, qadınlar daha çox gözlədiyi pul maddiyyatına qədər yenilənmələr əldə edəcəksiniz. Bu həftənin sonlarına doğru elə bir insan sizə təklif olaraq, fikir olaraq gələcək ki, bu sizin maddisal gücünüzü, maddisal dəyərinizi tamamilə aktivləşdirə bilər. Əkizlər, buna fikir verin. Uğurlu bir həftədir, 85%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Sadəcə boyun və bilmirəm, qulaq arxası və soyuq, bilmirəm, nəsə hava ilə əlaqədar bədəninizi qorumağınızı daha çox məsləhət görürəm. Çünki baş ilə bir bədənin üzərində durmağa bir balaca çətinlik çəkəcək. Tərəzilərə gələndə tərəzilər sizin üçün də çox şükürlər olsun ki, bu həftə normal həftə. Bu həftəni düzəltməyi, bu həftəni belə deyim də stabilləşməyi, tarazlıq qurmağınızı bacaracaqsınız və bu həftə çox şöhrətpərəst, pulla, maddiyyatla bağlı böyük qərara vermək zamanı deyil. Çünki burada pul, maddiyyatla bağlı, transportla, məsafə ilə bağlı, pulla bağlı böyük səhv qərara verə bilərsiniz. Buna ehtiyac yoxdur. Yolla, məsafə ilə əlaqədar nə etmək istəyirsə, nə plan qurmaq istəyirsə, bu həftə uğurlu bir həftədir. Səyahətdir, maşınlandır, yolla əlaqədar gedişat edə bilərsiniz. Prosto bu həftə maddisal israfınız daha çoxdur tərəzlər. Biraz cibimizi yığmağa çalışırıq. Sevgi dolu insanlar olacaqsınız. Bu həftə ətrafınızda olan insanlara, heyvanlara qarşı bu həftə daha çox ilgi göstərməyə başlayacaqsınız. Daha çox hər şeydən qaçmağa çalışacaqsınız. Belə deyim də, məsafəli istirahət edəcək, ətrafınızı böyütməyə çalışacaqsınız. Gözəl həftədir. Yəni narahat edən bir həftə yoxdur. Böyük bir yüklü həftəmiz olmayacaq. Sadəcə ətrafınızda elə bir kişi olacaq ki, əkizlər, qadın və kişisinə aiddir. Elə bir kişi enerjisi ətrafınızda aktivləşəcək ki, sanki sizin enerjinizi, maddisal enerjinizi yavaş-yavaş yeməyə başlayacaq. Tərəzilər, bunlara fikir verməlisiniz. Yüngül bir həftə olacaq. Sizi narahat edən hər hansı bir sıxıntı bu həftə sizdə yoxdur. Şans qapıları sizə doğru açıqdır, amma bir balaca kartlar məsləhət görür ki, İnsanlarla danışanda onların fikirlərindən nəsə bir uğurluq, nəsə özünüzə doğru məlumat götürməyiniz daha yaxşı. Çünki bazılarınızı gələcəyə doğru, gələcək 2-3 həftədən sonra yeni işlərə doğru tərəzilə çevirə biləcəksiniz.